Dostlar, günün hansı saatində bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Hər şey şunasa xoş gəldiniz. Bugünkü mövzumuz çox aktualdır, qlobaldır, hamının evində var. Demək olar, hamı əziyyət çəkənimiz çoxdur bu mövzuda. Bugünkü mövzumuz piylənmədir, düzgün arıqlamadır və düşündüm ki, kimi çağıra bilərik? Bilirsiniz ki, mütəxəssis mövzusunda çox ciddi araşdırma edirəm. Bugünkü mütəxəssisimiz Tutu xanım Zeynalıvadır. Xoş gəlmisiniz dostlar. Alqışlar da bu qədər adamıq, yəni o qədər də alqışlamayaq. Xoş gəlmisiniz. Necəsiz? Xoş gördük. Təşəkkür edirəm dəvət üçün. Siz dediniz ki, hər birimizin evində var, amma danışacağımız mövzu yəqin ki, birazdan hər birimizin çantasında olacaq. Hətta bu qədər iddialıyıq. Mənim proqnozum belədir, bəli. Tutu xanım, mən işim xanımlarlandır və biz məsələn bəzən geyimlərin primerkasında demək olar ki, bir 10 ildir bu işdəyəmsə, təsəvvür edin ki, nə qədər xanımla rastlaşmışam. Hamısının dilində belə bir söz var. Cavanlıqda elə arıq idim. Yaş aldıqca yaş o yaş deyil. Kökəldim, bu bədən quruluşuna düşdüm. Bunu həmişə düşünürdüm ki, niyə xanımlarımızın beynində yaşla bağlı və piylənməklə bağlı belə bir kodlanma var. Tutu xanım, niyə piylənirik və yaş artdıqca arıqlamaq niyə çətinləşir? Bəli, bizim xanımların hər zaman o son verə bilmədiyi 3 kilosu var və indi biz hansı ki bazar ertəsi başlayırıq verməyə, tam o kilo. Və yaxud hansısa toya çatdıra bilmədim, o son 2 kilonu verə bilmədim ki, bu paltara girim. Bu problem var. Hətta indi çıxıb sorğu aparsaq, 10 xanımdan 9-u çəkisindən narazıdır. Hətta bizə fit görünən bir xanım olsa belə, özüm də daxiləm bu insanların siyahısına. Çünki hər birimizin biraz bədənimizə qarşı fərqli bir davranışımız var ki, özümüzdən narazıyıq, düşünürük ki, 2 kilo daha arıq olsaq daha gözəl görünəcək və s. Bu da əslində həm bizim bu məsələnin aktuallığını biraz daha artırır. O ki, qaldı arıqlamağa çətinlik çəkməyimizə və 10 il bundan qabaq daha arıq idim, indi daha kökəm və yaxud 10 il bundan qabaq istəsəm bir həftəyə 5 kilo arıqlayırdım, indi nə oldu, mən 5 aydır zülüm çəkirəm, o 2 kilonu verə bilmirəm. Əslində bunun səbəbi 30 yaşından sonra hər 10 ilimizdə bizim bazal metabolizmamızın zəifləməsidir. Bazal metabolizma nədir? Bizim, yəni mənim hal-hazırda burada olmağım üçün, nəfəs alıb verməyim üçün, orqanlarımın işləməsi üçün xərclədiyim enerjidir. Yəni bir növ avtomobilin mühərrikinin gücünü düşünün də. Böyük avtomobilə deyək ki, biz motoru 4 olanda daha sürətli gedir. Məsəl üçün kiçik avtomobildə elə insanlar var ki, gecə 3-də də yemək yeyir, amma amarıqdır. Bəli. Biz deyirik ki, sizin bazal metabolizma sürətiniz genetik olaraq yaxşıdır, bazal metabolizmanız sürətlidir. Və bizim 30 yaşdan sonra hər 10 ildə əzələ kütləmizin azalmasına bağlı olaraq ki, ən az 3% azalır əzələ kütləmiz. Əzələ kütləsi azaldıqca da nə olur? Bu bazal metabolizma sürətimiz azalır. Və bazal metabolizma sürətimizin azalmağı nə deməkdir? Daha çox piy toxuması deməkdir, daha çox kökəlmək deməkdir, aldığımız kiloları daha çətin vermək deməkdir. Bunun üstünə də gəlir 40 yaşdan sonra məsələn testosteronun səviyyəsinin azalması, qadınlarda hormonal disbalans, artıq menopauzaya hazırlıq gedir ki, bunlar da bizim metabolizmamıza mənfi təsir etdiyi üçün bizim, yəni el arasında desək, daha çətin arıqlamağımıza 10 il bundan qabaq ki, rahatlığımızın bugün olmamasına gətirib çıxarır ki, 10 il bundan qabaq mən asanlıqla verirdim bu kiloları, istədiyimi yeyirdim, bir dənə axşam yeməsəm arıqlayırdım, amma indi idman da eləyirəm, dərman da içirəm, az da yeyirəm, özümə zülm edirəm, amma arıqlaya bilmirəm, nəticədə itirdiyim əsəblərim olur. Onda belə başa düşürəm ki, biz bazal metabolizmamız zəifləyir deyə çəki alırıq və o çəkini verməyimiz getdikcə çətinləşir. Bəs 30 yaşdan sonra bu bazal metabolizmanı zəifləməmək üçün nələr etməliyik? Aynur xanım, məsələ burasındadır ki, artıq çəki problemi yaşayan insanlarda bu bir tək bununla bitmir axı. Çünki o 10 il ərzində artıq bunlar bir neçə dəfə arıqlama cəhdləri olur bu insanlarda. Qida ilə münasibəti dəyişir, özünə qarşı münasibəti dəyişir, psixoloji vəziyyət dəyişir. Yəni bunlar və hər dəfə yəni artıq çəkili insanların hansıyla danışsaq, hamısı deyəcək ki, mən
10 kilo verdim, 15 kilo aldım, 5 kilo verdim, 3 kilo aldım, Əlbəttə. 15 kilo 5 il bundan qabaq 20 kilo arıqlamışdım, indi üstünə 25 kilo gəldi və hər dəfə bu növbəti cəhd daha da çətinləşir. Yəni hər növbəti cəhd arıqlamaqda biraz daha uğursuz nəticəyə gətirib çıxarır. Buna görə də burada biz elə bir möcüzəvi bir qida və yaxud elə bir möcüzəvi bir vərdiş yoxdur ki, biz bazal metabolizmamızı əvvəlki vəziyyətinə qaytaraq. Biz nə edə bilərik? Biz əzələ kütləmizi qoruya bilərik. Mütəmadi idmanla məşğul ola bilərik ki, əzələ kütləmiz güclü olsun. Yəni biz artıq 30 yaşında bunun fərqinə varırıqsa, biz 40 yaşa gəldiyimizdə əgər mütəmadi idman ediriksə, əzələ kütləmizi qoruyuruqsa və bu 10 ili minimum əzələ itkisi ilə başa vursaq, o zaman daha fit görünəcək, yaşımıza uyğun olaraq daha rahat arıqlayacaq və ən əsası, burada məsələ arıqlamaq və ya kökəlmək deyil. Ən əsası metabolik sağlam olmaqdır ki, mənim 40 yaşdan sonra diabet olma ehtimalım nə qədərdir? Mənim ürək-damar xəstəlikləri ehtimalım nə qədərdir? İnsult ehtimalım nə qədərdir? Depressiya ehtimalım nə qədərdir? Onkoloji xəstəliklərə yaxalanma ehtimalım nə qədərdir? Yəni biz məsələyə təəssüf ki, ancaq estetik tərəfindən baxırıq ki, bu arıqdır, qəşəngdir, bu kökdür, eybəcərdir. Və nə qədər sağlamdır metabolik olaraq, nə qədər xronik qeyri-infeksion xəstəliklərin riski bu insanda daha çoxdur. Yəni həkim olaraq bizim tərəfdən baxsaq, metabolik sağlamlıq daha vacibdir, nəinki o tərəzidə gördüyümüz rəqəmlər. Mənə maraqlıdır ki, bax, çəki alırıq. Çəki artıq niyə müalicə göstərişi tələb edir? Və hansı çəkidən sonra müalicə mütləqləşir? Dərman müalicəsindən söhbət gedir. Baxın, istər dərman müalicəsi olsun, istər digər müalicə metodları olsun, bunun əsas məqsədi bir insanın həyat tərzini dəyişməkdir. Lifestyle modifications. Yəni bugün hamı sosial mediada baxaq, bu işlə məşğul olan bütün insanlar göstərir. Öncə, sonra, do, после, before, after. Amma after nə olur? Sonra nə olur? Bu çəkilər geri qayıdır. Bu insan, çünki bu dəyişikliyi, bu müalicəni, bu pəhrizi müəyyən bir müddətlik düşünür. 3 ay pəhriz saxlayım, bacımın toyunda 36 bədən geyinim, sonra istədiyimi eləyərəm. Və nə edir? Kalorini kəskin azaldır. Bu zaman nə olur? Bədən keçir qoruma mexanizmini, özünü təhlükədə hiss eləyir. Və siz o diyeti dayandıran kimi çəki artıqlaması ilə geri gəlir. O artıq alışdığı rejimə geri qayıdır. Heç kim düşünmür ki, mən bu pəhrizin sonunda, bu müalicənin sonunda həyat tərzimi dəyişəcəm, öz sağlamlığıma yatırım edəcəm. Bəli. Buna görə də piylənməyə gəldikdə, piylənmə bugün bir xəstəlikdir və resisivləşən bir xəstəlikdir. Yəni ancaq estetik tərəfini görmək lazım deyil, ciddi bir xəstəlikdir. Nə üçün ciddi bir xəstəlikdir? Çünki piylənmədən əziyyət çəkən insanların infarkt riski, insult riski, onkoloji xəstəlik riski, yəni 13 növ xərçəng ehtimalı artır əgər sizdə piylənmə varsa. Buna görə də əgər biz bunu götürürük BMI ilə, BMI bədən kütlə indeksi ilə 27-nin üzərindədirsə və yanaşı olaraq hansısa bir xəstəlik və ya xəstəlik riski varsa və ya 30-un üzərindədirsə, artıq burada birinci dərəcəli piylənmədən söhbət gedir, o zaman artıq piylənmənin müalicəsi məsələsi meydana gəlir. Yəni bu tək həyat tərzi, tək pəhrizlə, tək idmanla düzəlməyəcək bir məsələdir və burada artıq həkim müdaxiləsi və piylənmənin müalicəsi göz ardı olunmamalıdır. Dediniz ki, diyeta, məsələn, düşünürəm ki, həqiqətən belə olur. Mənim də ətrafımda diyet saxlayan insanlar diyet bitdikdən sonra o çəkini geri alırlar və bu diyetalar çox kəskin məhdudiyyətlər olur. Mənə elə gəlir ki, insan psixologiyasında da bu məhdudiyyətlərin necəsə bir qarşılığı olur ki, insan özünə məhdudiyyət qoyduqca onu daha çox istəyir və bədəndə piy parçalanma əvəzinə o çəkilər daha çox geri qayıdır. Bax, bunun səbəbi fərqli ola bilər. Deyək ki, insan çəki alır. Səbəblər fərqli ola bilər, genetik ola bilər, duyğu yemə pozuntusu ola bilər, hormonal ola bilər. Biz bu səbəbləri araşdırmadan tutuxam. Mənə elə gəlir ki, vahid bir çarədə tapırıq. Diyeta, hamı eyni diyetanı tətbiq edir. Bəs necə araşdıraq ki, məsələn, məndəki çəki almanın səbəbi nədir? Bunun çıxış yolunu mən nədə tapmalıyam? Bunu necə bilir məsəl üçün insan? Bunu təbii ki, həkimə müraciət edərək etmək lazımdır. Çünki siz mən niyə kökəlirəm sualın cavabını tapmasanız, onun bu məsələnin həlli yolunda tapmaqda çətinlik çəkəcəksiniz. Elə gəzəcəksiniz qonşunun diyeti, onun dərmanı, bunun iynəsi, yəni kiməsə faydalı olan bir
yəni faydalı olan bir məsələni özünüzdə tətbiq edəcəksiniz ki, nəticə əldə edəsiniz. Amma bu doğru yanaşma deyil. İlk növbədə gedirsiniz həkimə, bir müayinədən keçirsiniz. Mənim bədənimi tanıyım ümumiyyətlə, neçə faiz yağım var, nə qədər əzələm var, neçə kiloqramam, analizlər verir, mən niyə kökəlirəm? Bunu bir puzzle kimi düşünün. Hansı vitamini, mineralım çatmır, hansı hormonal sistemdə problem var. Bəzən olur ki, xəstənin sadəcə yuxu rejimi pozulub. Vaxtında yata bilmir, buna görə kökəlir. Gecə növbəsində çalışan insanlar, misal üçün çalışmayanlardan nisbətən 27%, 30% daha çox piyələnmədən əziyyət çəkirlər. Yuxu rejiminə görə. Yuxu çox önəmlidir. Elə pasiyent var ki, ancaq deyirəm ki, məsəl üçün gəlib mənə deyirsə ki, mən gecə 3-də 4-də yatıram, mən ona nə pəhriz yazım? Hansı sehirli çubuğu vurum ki, o arıqlasın? Çünki yuxusunu düzəltməsə heç bir nəticə olmayacaq. Biz bədənimiz yuxuda bərpa olunur. Yəni bu məsələlərə mütləq diqqət yetirmək və mən niyə kökəlirəm sualının cavabını tapmaq lazımdır. Bir də biz biraz əvvəl dedik ki, bədən kütlə indeksi 27. Burada mənim çəkimin, mövcud çəkimin əzələ yağ nisbəti də vacibdir. Misal gətirim sizə. 2 nəfər var qarşımızda. İkisi də 1.70 boydadır. İkisi də 85 kiloqram çəkidədir. Biri buğalter işləyir, oturaq işlədir, digəri idmançıdır. Biz idmançıya deyəcəyik ki, əhsən, çünki onun 85 kilosu əzələ kütləsinin hesabınadır. Siz yaxşısınız. Amma o ofisdə çalışan, buğalter işləyənə deyəcəyik ki, sizin abdominal piyələnməniz var. Çünki hər artan bel çevrəsi bizim diabetə, insulta, infarkta, onkologiyaya, psixiatrik xəstəliklərə, Alzheimerə, yəni psixoloji problemlərə göndərdiyimiz dəvətnamədir. Bunu belə bilək. Yəni bu bir tək piyələnmədir, qarnım böyükdür kimi baxmayaq buna. Bu bir xəstəlikdir və özü ilə digər xəstəlikləri dartıb gətirəcək bir problemdir. Yəni bu artıq belə deyək, çünki bu xəstəlik piyələnmə artdıqca digər xəstəliklərin artması o deməkdir ki, bizim sosial yükümüz də artır. Bu ölkənin yəni iqtisadiyyatına da mənfi təsir edir. Çünki bu hospitalizasiya riskini artırır. Yəni hər bu diabetli xəstələrin dərmanlarını çatdırmaq lazımdır. Kardioloji xəstələrin stentlərini təmin eləmək lazımdır. Hipertoniyadan əziyyət çəkənlərin dərmanları və s. və s. və s. Bu siyahını uzatmaq olar. Onkoloji xəstəliyin müalicəsi görün necə baha başa gəlir. Bəli. Yəni siz piyələnməklə düşünün ki, bütün bu xəstəliklərə dəvətnamə göndərirsiniz Və gözləyirsiniz ki, nə vaxtsa yoluxacam. Yəni faktiki olaraq belə çıxır. Buna görə arıqlamaq şərtdir. Bunu ətrafımda da mənim anama tətbiq elədiyim, dostlarıma tətbiq elədiyim bir şeydir. Mənə elə gəlir ki, informasiya azdır deyə insanlar həssas deyillər bu mövzuda. Məsəl üçün köklü normativdir. Mən bədənimi belə olduğu kimi qəbul eləmişəm, amma orqanlara, o visceral pil deyirlər, səhv etmirəmsə, onun çox olmağı başqa xəstəlikləri gətirir deyə bu ciddi mənada sos siqnaldır. Bəs kimə biz kök deyə bilərik ki, bax sən bu çəkidən sonra o kütlə indeksini nəzərə almasaq, çünki hal-hazırda heç kim oturub onu hesablaya bilməyəcək. Hansı çəki aralığından sonra bu artıq sos siqnalı deməkdir. Əslində informasiya az deyil, kirli informasiya çoxdur. Bəli. Və biz bədən kütlə indeksini hesablamaq əslində çox asandır, amma ən asan yolu güzgüdə özümüzə baxıb bel çevrəmizi ölçməkdir ki, qadınlarda bel çevrəsi 88, kişilərdə daha öncə bu 84-94 idi. Sonra gördülər ki, bel çevrəsi 84 olan insanların sayı azalıb, bunu 88, 104-ə qədər, 104 santimetrə qədər çıxartdılar. Bel çevrəmizi elementar olaraq evdə ölçə bilərik və bel çevrəniz nə qədər çoxdursa, bir o qədər siz metabolik qeyri-sağlamsınız. Yəni o visceral yağımız çoxdur deməkdir. Çünki bizim belə deyək, bizim üçün əsas, yenə təkrar edirəm, metabolik sağlamlıq daha vacibdir ki, metabolik olaraq bu insan bu çəkidə nə dərəcədə sağlamdır. Metabolik sağlamlıq nə deməkdir? Qeyd etdiyim xəstəliklərə yaxalama ehtimalı nə qədər aşağıdır. Bunu nəzərə almaq lazımdır. Tutu xanım, ətrafımda yeni adlar eşidirəm, iynələr çıxıb, bu heç kimə sir deyil. Eləsi var ki, istifadə elədiyini gizlədir, eləsi var gizlətmir, bunu açıq-açıq bildirir. Arıqlama iynələri nədir? Və arıqlama iynələrini kimlər istifadə etməlidir? Çünki bir əməllicə çirkli informasiya, miflər var şəhərdə. Bəli, bu arıqlama iynələri ilə bağlı əslində bu çirkli informasiya və neqativ fikirlər hardan yarandı? Məşhurlar arıqlamağa başlayanda. Hamı birdən arıqladı. Və bəli, və illərlə kilolu insanları biz birdən-birə çox arıq görəndə
İynə yox, nə danışırsan? İdman edirəm, sağlam qidalanıram. Bu bilirsiniz nəyə bənzəyir? Rinoplastik əməliyyatları başlayanda hamı burnunu əməliyyat elətdirir, amma soruşanda deyirdi ki, "Ay bilirsən tenis oynayanda burnuma top dəydi, deformasiya oldu. Ona görə həkim dedi mütləq əməliyyat olmaq lazımdır." Nəfəs almamda problem var. Nəfəs almamda problem var idi. Dedim elə bir dəfəlik onu əməliyyat olunanda biraz ucuna dəydi və s. Bəli, elə arıqlama iynələri ilə də bağlı belədir əslində real vəziyyət ki, hamı arıqlama iynələri ilə arıqlayır, amma soruşanda deyir ki, yox mən idman eləyirəm və yaxud hansısa bir mənə möcüzəvi serum qoşublar. Bilmirəm niyə gizlədilər. Əslində maraqlı sualdır. Niyə gizlədirlər? Bəlkə də bəziləri, o gizlədən insanlar daha çox kimlərdir? Öz başına istifadə edənlərdir. Çünki həkim təyinatı ilə olmalıdır bu arıqlama iynələri və həkim təyinatı ilə fərqində olaraq istifadə edən insanlar əksinə bunun nəticəsini gördüyü zaman məncə paylaşmalıdır. Amma qonşunun məsləhəti ilə rəfiqəm istifadə elədi və yaxud hansısa salonda əldən ələ gəzirdi. İynə mən də aldım, istifadə elədim olanda təbii ki, burada gizlətmək üçün səbəblər çoxalır. Təəssüf ki, var. Tək Azərbaycanda deyil, yəni Türkiyədə də var belə hallar, hadisələr ki, o problem yaşayanlar, o neqativ fikirləri formalaşdıranda məhz bu kütlədir. Kim ki öz başına istifadə edir, birdən-birə yüksək doza ilə başlayır, heç bir müayinə olunmadan başlayır bu iynələri istifadə etməyə və sonra bir video çəkir, paylaşır ki, iynə istifadə elədim, başım ağrıyır, ürəyim bulanır, özümdə deyiləm, halsızam. Çünki düzgün dozada başlamamısan. Sümüyü əridən iynə deyil. O iynəni vurduğun dövrdə balanssız qidalanmandır. Son dövrlərdə mənim də ətrafımda var. Fərqli iynələr çıxıb, fərqli adlarda çıxıb. Hamı da istifadə eləyir. Arıqlayanlar da var, nəticə alanlar da var, nəticə alıb gizlədənlər də var. Mənə maraqlıdır ki, bax, bir mif var. Hamı iynə deyəndə, arıqlama dərmanı deyəndə qorxur. İynə deyəndə ümumiyyətlə qorxur. GLP-1 nədir və niyə piylənmədə istifadə ehtiyacı duyuruq sırf iynə ilə? GLP-1 glukagon-like peptiddir, yəni glukagona bənzər peptiddir və qeyd etdiyiniz bütün dərmanlar, indi biz firma adları çəkməyəcəyik, molekul olaraq ən çox üzərində araşdırma aparılan, məsələn, semaglutid var, daha az mənim şəxsən istifadə etdiyim digər molekulalar var. Əslində adlarını çəkə bilərsiniz hansı molekulalar? Məsəl üçün mən daha çox bu gün gündəmdə olan semaglutiddir, tirzepatiddir ki, ən çox elmi çalışmalar onların üzərində aparılıb və elmi tədqiqatlar da bu gün bizə çox gözəl nəticələr təqdim edib. Burada bir tək arıqlama üzərində deyil, bir çox xəstəliklərin qarşısını almaq üzərindədir. O ki qaldı, niyə iynələrin istifadəsinə zəruriyyət yaranıb? Misal üçün, biz deyəndə ki, iynə istifadə etdiyiniz zaman su içməlisiniz, kifayət qədər protein yeməlisiniz, idman eləməli, ağırlıq məşqləri etməlisiniz, deyir. Onu eləyən insan onsuz arıqlayar. Siz elə bilirsiniz, artıq çəkili insan bilmir ki, sağlam qidalanmalıdır, idman eləməlidir. Amma bunu sizdən gözəl bilir və edir də. Yəni edib də daha doğrusu, amma edə bilmir. Yəni etməyə başlayır, edir, amma davamlı edə bilmir. Çünki o insanların qida ilə münasibəti dəyişib. Bu insanların beyinləri ilə bədəni müharibə halındadır. Və buna görə də davamlı yemək haqqında düşünürlər. Qida asılılığı problemləri yaşayırlar. Və bu gün də elmi tədqiqatlar məhz GLP-1-lərin bizim qidaya olan münasibətimizi dəyişdirdiyini göstərdi. Bizim beynimizlə bədənimizin yəni arasındakı münasibəti yaxşılaşdırdığını göstərdi ki, GLP-1 istifadə edən xəstələrdən biz aldığımız ən çox feedbacklər nədir? Artıq masanın üstündə tort varsa, biz onun daha öncə deyirik ki, o iradəsizdir, iradəsi yoxdur. Söhbət iradəsizlikdən getmir. Məhz lap ondan gedirsə belə, o GLP-1 bizə o iradəni verir ki, mən torta baxıram, tort mənə baxır, amma mən onu yemirəm. Yəni qidaya olan münasibətimizi dəyişir və daha çox aldığımız feedbacklər də bundan ibarətdir ki, mən artıq bütün günü yemək haqqında düşünmürəm. Yəni yemək yeyə düşünmürəm ki, soyuducuda tort var, yeməyi bitirim, gedim o dondurmanı yeyim və yaxud o tortla çay içim. Yox. Bədənin istəmir. Bəli, çünki GLP-1-lər nə edir? Bizdə toxluq hissini artırır. Mədənin, yəni mədə-bağırsaq sistemində qida daha uzun müddət qaldığı üçün, daha tox hiss etdiyimiz üçün biz daha az qida qəbul edirik və toxluq hissimiz artdığı üçün də biz
qidaya olan münasibətimiz dəyişir, daha sağlam seçimlər edib, daha rahat arıqlayırıq və nəticə də qalıcı olur. Və siz biraz əvvəl qeyd etdiniz, o visceral yağ var. Yəni məsələn mənə həkim olaraq məsələnin bu tərəfi daha maraqlıdır ki, bu xəstə visceral yağı azaldığı üçün GLP-1 istifadə etdiyi üçün biz bir gülləni bir neçə dovşan vurmuş oluruq. Həm çəkisi azalır, həm mən biraz əvvəl niyə vurğuladım elmi tədqiqatları. Heç bir həkim çıxıb öz başına nəsə uydura bilməz ki, ay bilirsiniz bu belədir, bu elədir və yaxud mən 5 xəstədə tətbiq elədim, bu belə olmur. FDA o vaxt okey verir ki, minlərlə insan üzərində çalışma aparılıb, nəticələr incələnib və bu iynələr dünən bugün çıxmayıb. Bu yarım əsrin apardığı tədqiqatlardır və bu çox böyük bir inqilab və bugün həkimlərin əlində çox böyük bir silahdır. Amma doğru xəstəyə, yəni kənardan elə görsənməsin ki, mən reklam edirəm, bəli, hamıya tətbiq eləmirik. Amma doğru xəstədə, doğru pasiyentlərdə çox gözəl nəticələr əldə edə bilirik. Çünki biz bu dovşanlara gəldikdə isə həm çəkini azaldırıq, visceral yağ azalanda nə olur? Elmi tədqiqatlar göstərir ki, bugün GLP-1 istifadə edən pasiyentlərdə infarkt riski 20% daha aşağıdır, insult riski 20% daha aşağıdır. Biz deyirik ki, piyələnmə 13 növ xərçəng ehtimalını artırır, GLP-1 istifadəsi 11 növ xərçəng ehtimalını azaldır. O 13-dən 11-nə, bu çox ciddi rəqəmlərdir. Yəni sağlamlıq üçün hər şey estetikanı qoyaq bir kənara. Hətta son tədqiqatlar çox ürək açıcıdır. Parkinsonizm və Alzheimer mövzusundakı o xəstəliklərində bəli, çünki Alzheimer nədir? Tip 3 diabetdir. Və şəkər metabolizmasına müsbət təsir edən preparat olduğu üçün biz əslində Alzheimer üzərində də müsbət nəticələr görürük. Və biz nə dedik? Qidaya olan münasibət, qidadan olan asıllığımızı azaldır. Və nə oldu? Elmi tədqiqatlar göstərir ki, alkoqolizmlə mübarizədə də GLP-1-lər çox müsbət nəticə verib. Yəni illərlə alkoqolizmlə əziyyət çəkən insan müraciət edir, təbii ki, artıq çəkisi də var. Çünki buradan içir, oradan yeyir, bütün günü yəni qidalanma ilə içki məclisləri üst-üstə düşür, çox olur. Və bir müddət sonra artıq özünü idarə edə bilmir. Uzun müddət spirtli içkilər qəbul edir və müraciət eləndə piyələnmə ilə bağlı həkimə GLP-1 təyinatından sonra bu adamın spirtli içkilərə olan asılılığı da azalır və yox olur. Tək spirtli içkilər yox. Tütün asılılığı da azalır. Yəni bu mövzuda da ürək açan elmi tədqiqatlar çoxdur. Demək ki, necəsə daxili kimyəvi tənzimlənmə olur ki, beyinə bu şəkildə siqnal gedir. Anladım. İştah kəsilir. Qidaya münasibət dəyişir. Amma bu o demək deyil ki, bu insan yemək yeməməlidir. İştahını azaldır, yeməyi davam edir. Uzadır. Bəli. İştahını azaldır, toxluğu uzadır və nəticədə toxluq uzandığı üçün də daha az yediyimiz üçün də nəticə əldə edirik. Buna görə buna baxmayaraq aldığı qidaları kim yazır? Məsələn, deyək ki, mənim 7 kilo məsələn çəkim istəyirəm, bu çəkini vermək. Mən sizə müraciət edirəm. Bunu siz mənə təyin edirsiniz. Mən aptekdən gedib alıram. Bunu özüm tətbiq edə bilirəm öz bədənimə. Bəli, özünüz tətbiq edə bilirsiniz. Məsələn, deyək ki, 90 kiloluq biri ilə 65 kiloluq biri arasında miqdar fərqi olurmu? Burada baxın, bəzən müraciət edirlər ki, məsəl üçün mənim 5 kiloqram artıq çəkim var və yaxud 7 kilo artıq çəkim var. Mən gələ bilərəm, məsələn 3 kiloma görə. Öz üçün soruşur. Baxın, burada bizim üçün xəstəlik öz yerində, amma biz professional həkim üçün xəstəlik yoxdur, xəstə var. Və hər bir pasiyent, bizim qarşımıza gələn pasiyent fərdidir, fərqlidir. Ona görə müayinəsiz, sənin 3 kilo artığın var, sən 0,25 vur, sənin 10 kilo artığın var, sən 0,5 vur, sənin 20 kilo artığın var, sən 1-lə başla kimi bir sxem yoxdur. Biz hamıya kiçik dozalarla başlamalıyıq, bu bir. Amma deyək ki, insan nə vaxtsa arıqlayıb, çatıb 70 kiloqrama və heç cür verə bilmədiyi o 5 kilosu var ki, ona həm yəni artıq psixoloji olaraq pis təsir edir ki, bu qədər özümə məhdudiyyət qoyuram. O son 5, 6, 7 kilonu verə bilmirəmsə, o zaman o sehirli çubuq deməyək, sehirli qələm kimi bu GLP-1-lər qələm deyək ki, iynə sözündən biraz qorxurlar. Bu sehirli qələmlər bizim əlimizdən tutur. Bəli, bu insanın həyat keyfiyyətini artırırıq. Plus deyək ki, bu artıq çəkisi var. Bir də ailədə diabet var.
bu insanın insulin dirənci varsa, o insulin dirənci səbəbindən bu çəkini verə bilmirsə, okey, 7 kilo artıq çəkisi olana da biz mikrodozlarına başlaya bilərik. Amma həkim nəzarətində olmalıdır. Qidalanması tənzimlənməlidir, həyat tərzi tənzimlənməlidir. Bu bilirsiniz nəyə bənzəyir? Mənə veriblər Ferrari və deyiblər ki, sən Qubaya çatacaqsan yarım saatda, 1 saatda. Çox yaxşıdır, amma mən Ferrari-dən Qubaya 1 saata çata bilərəm, amma onu istifadə edə bilmirəmsə, yolda qəza etmə ehtimalım da daha çoxalır. Buna görə də doğru istifadə və həkim təyinatı ilə həkim nəzarətində istifadəsi daha məqsədə uyğundur. Yəni bunun əks göstərişi yoxdur. Yəni 5 kilo üçün də müraciət edə bilərlər, 3 kilo üçün də və yaxud da 30 kilo üçün də. Müraciət edə bilərlər, amma qərarını həkim verəcək. Təbii ki. Bunun 5 kilosuna lazım ola bilər, onun 5 kilosu üçün ehtiyac olmaya bilər. Deyək ki, mən gəlmişəm. Xoş gəlmisiniz. Bu iynədən siz mənə doza tətbiq etmisiniz. Mən bunu vurmuşam. İştahım yoxdur. Bəs qidalanmamı kim təyin edəcək və qidalanmanın ən düzgün formatı nədir? Əslində ən çox gözdən qaçan məqam məhz qidalanma olur ki, burada nə baş verir? Bu insan tox hiss etdiyi üçün ən çox yaşadığımız problem nədir? Bu iştah mərkəzi ilə susuzluq mərkəzi yan-yanadır, toxluq mərkəzinə. Bu insanlar yemək yemədikləri üçün, tox hiss etdikləri üçün su içməyi unudurlar. Bəli. Və sonra başlayır ki, mən iynə istifadə etdim, halsızlaşdım və sən iynə istifadə etdiyi üçün halsızlaşmırsan, su içmədiyin üçün halsızlaşırsan. Yəni normal bütün günü su içməyən istənilən insan özünü halsız hiss edəcək. Narahat hiss edəcək, diqqət əksikliyi yaşayacaq. Buna görə də birinci, mütləq gündəlik su ehtiyacımızı ödəməliyik. İkinci, sarkopeniyanın qarşısını almaq üçün, verilişin əvvəlində də dediyimiz o əzələ itkisinin qarşısını almaq üçün kifayət qədər protein qəbul etdiyimizə, zülaldan zəngin qidalandığımıza əmin olmalıyıq ki, əzələ itkisi olmasın. İstənilən insan arıqlayanda, istəyir GLP-1 ilə arıqlasın, istəyir normal diyetlə arıqlasın, bəlli bir miqdarda əzələ itirə bilər kalori defisitinə girəndə. Amma GLP-1-lərdə o toxluq müddəti, deyək ki, mən səhər yedim yumurta məni normalda 2-3 saat tox tutacaqsa, GLP-1 istifadə edirəmsə, bu toxluq 5-6 saata qədər, bəzən elə xəstə var, səhər bir dənə yumurta yeyir, axşama kimi deyir, acmamışam, bunu mən öldür, yemək istəmirəm. Bu zaman nə olur? Daha az protein qəbul etdiyi üçün əzələ itkisi ehtimalı artır, sarkopeniya ehtimalı artır. Buna görə də bunu nəzarətdə saxlamaq lazımdır. Ki, əzələ itkisi olmasın, kifayət qədər su içsin və əzələ itkisi olmasın deyəndə biz hamıya nə tövsiyə edirik? Xüsusilə 35 yaş üzəri hamıya ki, mütləq ən az həftədə 2 dəfə ağırlıq məşqləri edək. Fərqi yoxdur, GLP-1 istifadə edirsiniz ya yox ki, istifadə edirsinizsə bu məsələyə xüsusi diqqət yetirməliyik. Çünki əzələ kütləmizi nə qədər artırsaq və qorusaq, bir o qədər çəkimizi də qorumuş olacaq və metabolik olaraq sağlam olacaq. Hərəkət dayaq sistemimizi qorumuş olacaq. Niyə əzələmə? Bizim ən böyük əzələvi orqanımız ürəyimizdir. Əzələ etkisi o deməkdir ki, ürəyimiz zəifləyəcək. Buna görə də əzələ kütləsini ümumiyyətlə qorumaq mövzusunda, sarkopeniyanın qarşısını almaq mövzusunda son illərdə kifayət qədər çox elmi tədqiqatlar var. Bu haqda bütün həkimlər çıxış edir, öz tövsiyələrini verir və şiddətlə tövsiyə edir ki, əzələ kütləsini qoruyun və GLP-1-lərin istifadəsində də əsas bizim fikir verməli olduğumuz məsələ məhz sarkopeniyanın qarşısını almaq və əzələ kütləsini qorumaqdır. Bəs belə kimlər istifadə etməməlidir? Hamilələr, süd verən analar, ailədə medulyar tiroid xərçəngi olan insanlar və kəskin pankreatiti keçmişdə olan pasientlərdə ehtiyatla istifadə etmək və istifadə etməmək lazımdır. Burada da artıq yenə deyirəm, xəstəlik yox, xəstə var. O artıq bu həkimin verəcəyi qərardır. Pasientin mövcud durumuna görə o pankreatiti daha öncə neçə il öncə keçirilib, nəticə nə olub, ailədə başqa pankreatitli xəstə varmı, pankreas xərçəngi varmı və s. bunları dəyərləndirərək artıq bunu həkimin verəcəyi qərardır, amma rəsmi əks göstərişləri bunlardır.
mən semaglutidləri anam üçün araşdıranda belə bir nüans diqqətimi çəkdi ki, əslində o qədər faydaları var ki, amma yenə deyirəm, o məlumat çirkliliyi, informasiya çirkliliyini də bayaq özümüz də şahid olduq. Kamera arxasındakı gördüyünüz o artıq çəkidən əziyyət çəkən dostum hal-hazırda hamı onu bildi, amma o özünü dinləmir. Dostumla danışanda ona təklif elədim ki, bax bu var, niyə bundan istifadə eləmirsən? Onun üz ifadəsi məni o qədər belə çaşdırdı ki, yox, iynə nədir? Əsla. Baxıram ki, onun kimi başqa insanlarda da bu kimi qorxular yaranır. Yox, miflər var çünki xərçəng yaradır, sümük əridir, əzələ əridir. Bu çəki itkisi əzələdən, sümükdən gedir. Nə kimi belə məşhur miflər tanıyırsınız və bunların doğruluq payı nə qədərdir? Yəni əslində biz bu gün ilk növbədə həm də stigmanın qarşısını almalıyıq. Mən heç bir kök insana yəni baxanda onun köklüyü ilk növbədə hətta özləri deyəndə ki, mən kökəm, mən deyirəm ki, mənə görə normalsın. Əgər siz özünüzü yaxşı rahat hiss edirsinizsə, it's okay. Yəni bəlkə bunu deməməliyik, arxayınlaşdırırıq. Axı yox, verilişlə biz bir şey başa danışdıq. düşməliyik ki, biz deməklə o insan qərar verməyibsə, o insan bunun fərqində deyilsə, bizim nəsə deməyimiz, onun üstünə getməyimiz heç nəyi dəyişdirməyəcək. Bu insan özü bilməlidir, özü fərqində olmalıdır, özü istəməlidir və başa düşməlidir. Əgər belə biz məlumat verə bilərik, əgər bizdən məsləhət istəyirsə, bizdən soruşursa, soruşmursa mənim ixtiyarım yoxdur demək ki, sən niyə belə köksən, niyə belə kökəlmisən? Yox, belə olmaz. Onu demirik. Hə, bu artıq stigmaya girir. Amma yaxınımızın sağlamlığının qeydinə qalmaq. Yəni sadəcə soruşsa deyə bilərik ki, bilirsən artıq çəki səndə belə bir problemlər yarada bilər. Əgər istəyirsənsə mənim tanıdığım bir yaxşı həkim var. Müraciət elə ona, o sənə doğru yolu göstərsin. Biz bir yolu göstəririk ki, siz bu yolu getsəz, bu yolun sonunda yaxşı olacaq hər şey. Amma o yolu gedən yenə də pasiyentdir. Nə qədər doğru gedəcək, nə qədər sağa sola yolunu dəyişəcək, nə qədər tez və ya gec və ya heç çatmayacaq o nəticəyə, artıq bu o gedəcəyi yolda baş verən hadisələr təyin eləyir bunun aqibətini. Miflərə gəldikdə isə bəli, bu miflər də nə vaxt yarandı? Məşhurlar arıqlayanda. Məsələn, deyək ki, mən GLP-1 istifadə edirəmsə və bütün günü heç nə yeməyib, bir dənə kruasanla kofe içirəmsə və deyirəmsə bu mənim üçün okeydir, təbii ki, əzələ itirəcəm. Təbii ki, sümük əriməsi yaşayacağam. Çünki mən proteinimi almadım. Mən kollagenimi almadım. Mən yetərincə kalsium almadım. Mənim sümüklərim hardan alacaq o vitamin mineralları? Bu GLP-1 istifadə etdiyiniz üçün olmur. Bu bütün gününüzü bir dənə kruasanla keçirdiyiniz üçün olur. Və yaxud deyir ki, GLP-1-lər korluq yaradır. Diabetli xəstələrdə retinopatiya riski görək nə qədərdir? Korluq yaradırmı? Elmi tədqiqatlara baxanda görülür ki, xeyr, əksinə diabetli xəstələrdə GLP-1 istifadə etdiyimiz zaman bu diabetə bağlı korluğun ehtimalı azalır. Və yaxud yəni bu şikayətlər hamısı yanlış istifadəyə və həkim təyinatı olmadan öz başına səhv dozalarla istifadəyə bağlıdır ki, məşhurlarda da bu blogerlərdə də bunun istifadəsi daha bu informasiya və neqativ informasiya ümumiyyətlə digərlərinə daha sürətli yayılır. Siz bunu daha yaxşı bilirsiniz və heç kim də açıb elmi tədqiqatı oxumur, araşdırmır tərkibini. Araşdırsa da, yəni tibbi savadı olmayan insanın o elmi tədqiqatları araşdırması, nəticəni oxuması, amma yenə ChatGPT var da, tələb eləsək yəni, ki, bunu mənə izah elə, ChatGPT-miz var. ChatGPT-miz var, Gemini-miz var ki, oradan bir məlumat ala bilərik. Amma biz nədənsə hələ də rəfiqəmiz, qonşumuz, dostumuza daha çox inanırıq, nəinki həkimə. Çox təəssüf hissi ilə bunu qeyd edirəm. Ona görə də bax belə neqativ hallar, belə miflərin gündəmə gəlməsi və bunlar o qədər belə deyək əminliklə yəni deyirlər ki, bunu əksini sən deməyə çalışanda artıq xalq düşməni olursan. Yəni, məsələn, bu bilirsiniz nəyə bənzəyir? Mən indi ki, məsələn desəm ki, limonlu su təzyiqi salmır, deyəcək, siz nə danışırsınız? Mən təzyiqimi limonlu su ilə normada saxlayıram. Əslində bu plasebodur da, yəni limonlu su təzyiqi salmır. Eyni də bu miflərə o qədər inanıblar ki, o qədər qəbul ediblər ki, artıq əksinə inandırmaq, yəni hər bir insanla da tete-a-tete görüşmək alınmır. Yəni bu qədər kütləyə bir hamı ilə görüş, izah elə, elmi tədqiqatları göstər. Yəni bu da biraz qeyri-realdır. Mif var, amma bəs yan təsirləri də düşünürəm ki, mütləq ki, yan təsirlərinə baxsaq, xüsusilə ilkin istifadə etməyə başlayan insanlarda biz nə görə bilərik? Ola bilər ki,
ürək bulantısı ola bilər, qəbzlik ola bilər, əksinə ishal ola bilər və bunlar narahat edə bilər insanları. Amma düzgün doza seçilibsə, həkim təyinatı ilə və qidalanma rejiminə düzgün riayət olunursa, onların da qarşısını almaq olar. Elmi tədqiqatlar göstərir ki, semaglutid istifadəsi zamanı bizim itirdiyimiz çəkinin, məsələn, bu da əzələ etkisi sarkopeniya haqqında miflərə son qoydu əslində bu tədqiqat ki, itirdiyimiz çəkinin 90%-ə yaxını, 84-86% yağdan gedir. Əslində itirdiyimiz yağdır və daha bir avantajımız visceral yağın azalması, metabolik sağlamlığı təmin edir. Bunlar yaşana bilər, amma daha çox biz mədə daxili orqanlarımızın yağı, belə deyək, bəli. Bunu bildirək. Və visceral yağımız nə qədər azdırsa, biz bir o qədər metabolik sağlam hesab edirik bu insan üçün. Və daha gənc qalırıq. Daha gənc qalırıq, bəli. Və bir də bu yan təsirlər daha çox biz görürük mədə-bağırsaq sistemi tərəfindən ki, onların da qarşısı rahatlıqla alına bilir ki, su balansını bərpa etdiyimiz zaman, kifayət qədər protein qəbul etdikləri zaman, yəni lif ehtiyacını ödədiyi zaman burada nə qəbizlik, nə halsızlıq, nə digər şikayətlər də olmur, varsa da azalır. Deyək ki, siz mənə təyin etmisiniz, bəlli bir doza təyin etmisiniz, mən aptekaya yaxınlaşıram, alıb onu evdə özüm tətbiq edə bilərəmmi? Bəli, və mütəmadi olaraq kontrola gəlirsiniz. Biz sizi body analizatoruna... Nə qədər vaxtdan bir? Mən 2 həftədən bir çağırıram pasiyentləri. Minimum ayda bir dəfə həkim hər doza dəyişəndə həkim kontroluna gəlirsiniz. Body analizatorda baxırıq, əzələ itkisi var, yoxdur, yağ, nə qədər yağ vermisiniz və siz artıq görürsünüz ki, hə, doğrudan da mən aya deyək ki, 4 kiloqram itirmişəmsə, 4 kiloqram yağ gedib və yaxud 3 kiloqram 800 yağ gedib və bu 4 kiloqram yağ nə deməkdir? 16 paket margarin deməkdir. Yəni belə 16 paket yağı qoyun qarşınıza, fikirləşin nə qədərdir və bədən ölçülərində də ciddi azalma deməkdir. Çünki arıqlama iynəsi istifadə edən insanlarda məsələn biz daha çox nəyə görürük? Deyir ki, əslində elə də çox arıqlamamışam, amma bədən ölçülərim 2 bədən kiçilmişəm. Məsələn, X large geyinirdim, artıq M geyinirəm. Niyə? Çünki yağdan verir. Yağdan itirdiyi üçün artıq həcmləri kifayət qədər. Məsəl üçün mənim bir pasiyentim var idi, 6 kilo yarım arıqlamışdı, amma bədən ölçüləri XL-dən düşmüşdü M-ə. Hətta mənə dedi ki, bəzi yerlərdə, məsələn, standart ölçülərdə onun SM geyinirəm. Yəni, belə baxanda deyir, cəmi 6 kilo yarım arıqlamışım, amma görən deyir ki, sən hardasa yəqin ki, bir 10-12 kiloqram arıqlamısın. Çünki yağdan getdiyi üçün çəki vizual olaraq daha arıqlamış, daha arıq görünürlər. Bir də bu yağdan itirdiyimiz çəki həm də o deməkdir ki, ümumiyyətlə, GLP-1-lərin istifadəsi zamanı da elmi tədqiqatlar da göstərir ki, bədəndə xroniki iltihabı azaldır. Əslində, biz niyə xəstələnirik? Çünki xroniki stres fonunda bizim hüceyrələrimizdə xroniki iltihab yaranır. Bu xroniki iltihab da nə edir? Bu qeyri-infeksion xəstəliklərin yaranma ehtimalını artırır. Çünki belə bir sual yarana bilər ki, bundan qabaq bəyəm GLP-1 var idi, nə bilim, arıqlama iynələri yox idi, cəmaət arıqlamırdı və s. Bundan öncəki insanların toksik yükü bu qədər çox deyildi. Stres səviyyəmiz bu qədər çox deyildi. Bəli, müasir insan həftədə bir vizit kartı qədər mikroplastik yeyir. Bütün bunlar gedir birləşir müəyyən reseptorlara və bizdə insulin dirənci, diabet, kardiovaskulyar xəstəliklər, yəni autoimmun xəstəliklərin ehtimalını artırır. Və biz daha bir sürpriz ondan ibarət oldu ki, biz GLP-1 istifadə etdiyimiz xəstələrdə biz iltihabı ölçmək üçün CRP dediyimiz bir analizi var. High sensitive CRP deyirlər də biz. CRP. High sensitive CRP-yə baxırıq və gördük ki, hə, sən demə iltihabı da azaldır və xroniki iltihab azaldıqca nə olur? Xroniki xəstəliklər azalır. Xroniki xəstəliklər azaldıqca nə olur? Biz daha keyfiyyətli yaşayırıq, daha sağlam oluruq, əmək qabiliyyətimiz artır. Həyat enerjimiz artır. Və anti-age, daha gənc qalırıq, daha rahat iş tapa bilirik, istədiyimiz paltarı geyinirik, Aynur xanımın yanına gələndə. Güzgünün önündə özümüzü istədiyimiz kimi görəndə özümüzə inamımız artır, həyat keyfiyyətimiz artır, insan özünü sağlam hiss edir, sağlam düşünür və sağlam enerjide olur. Çox haqlısınız. Tutuqam, diyetalarda odur ki, diyetalar çəki veririk, sonra diyetanı saxlayan kimi çəki alma geri gəlir. Bu semaglutidlərin istifadəsi zamanı çəki yenidən geri alına bilirmi? Baxın, GLP-1 istifadə edən xəstələrdə ilk konsultasiyaya gələndə, yəni iynəyə başlayandan sonra danışanda
İlk eşitdiyimiz, məncə bütün həkimlərin eşitdiyi də bu olur ki, xəstələrdən doktor, mən doydum. Mən o doydum sözünün nə olduğunu başa düşdüm. Doymaq nə deməkdir onu anladım. Toxluğun nə olduğunu anladım. Və biz GLP-1 müalicəsinin sonuna gələndə artıq o pasiyent başqa bir insan olur. Onun qidaya münasibəti dəyişir. Artıq sağlam vərdişlər əldə edir deyə o artıq köhnə o özü olmaq istəmir. Və özü olmaq istəmədiyi üçün də bu vərdişləri artıq həyat tərzinə çevirdiyi üçün artıq qidalanma mövzusunda daha seçici olur. Məsələn, idman günündə artıq dostları ilə gedib çayxanada oturmur. Ya da xəngəl yemir. Bəli, özünə sərf eləyir. O başa düşür ki, özünə yatırım eləyib, əziyyət çəkib, arıqlayıb və o feeling deyək də o anki hisslərini, duyğularını, yəni insan bilə-bilə niyə özünə zərər versin? Çünki arıqlandan sonra başa düşür ki, həyat var imiş. Mən gecə yuxuda boğulmuram. Mən şəkər istəyim çox deyil. Yeməkdən sonra divana yapışıb qalmıram. Halsız vəziyyətdə yuxu basmır məni. Mən idman eləyəndə 1 kilometrdən sonra təngi nəfəs olmuram, yorulmuram. Libidom artıb. Reproduktiv sistemə müsbət təsir edir. Bəli, cinsi performansım artıb. Niyə insan bilə-bilə özünə zərər versin? O artıq başqa bir özü olduğu üçün ora qayıtmaq istəmir. Qayıtmayacaq, heç vaxt qayıtmayacaq. Həm deyirsiniz ki, həm fiziki olaraq qayıtmayacaq, həm də psixoloji olaraq yeni yaratdığı insanı daha çox sevdiyi üçün onu qoruyacaq. Haqlısınız. Bəs doktor, indi hər şey qoyaq da bir kənara danışdıq, məlumatlar əldə elədik. Sizə hansı rahatdırsa. Özünüz istifadə edərdiniz? Artıq çəkim olsaydı, göstəriş olsa, bəli. Bəs indi məsələn artıq deyək ki 3 kilo fikirləşirsinizsə ki, bu artıq 3 kilo çəkiniz var. Onda da istifadə edərdiniz? Yaman yerdə axşamladıq. Artıq 3-4 kilo çəkim varsa, əslində mən bu çəkini necə verəcəyimi bildiyim üçün və verə bildiyim üçün hal-hazırda istifadə edərəm desəm, bu yalan olar. Amma nəzərə alsaq ki, anamda, dayımda diabet var, hipertoniya var, ata tərəfim hamının ürəyində stent var. Hələ ki qan göstəricilərim normaldır, amma görsəm ki, qan göstəricilərimdə artıq insulin dirənci var və mən cəhd etsəm belə o kilonu verə bilmirəm, mikrodozalarda başlayardım. Əla. Bu qaz mənə bəs idi. Sabahdan sizin yanınıza gəlirəm 3 kilom üçün. Bu qaz mənə bəs idi. Doktor, çox məlumat var. Hamı preparat paylaşır, hamı içdiyini paylaşır. Amma təbii ki biz klimaks dövrünə nə qədər gec getsək, hormonal balansımız nə qədər düzgün olsa, qadın olaraq o qədər enerjili oluruq, o qədər gənc qalırıq. Bunun bir yolu varmı ki, məsələn, qadın hormonlarına bu şəkildə nəzarət etdiyi zaman daha gənc qalır? Nə bilim, məsələn, mən eşitmişəm ki, omega 3 qəbulu zamanı bu çox xeyirlidir. Daha 6 ayda omega 3 içirəm, birazdan qəlsəmələrim çıxacaq. Bunun ən doğru yolu nədir? İnsanlar nəyi qəbul eləməlidirlər? Hansı qida əlavələrini? Məsələn, dediyiniz bir dənə məsəl üçün nümunəniz varmı ki, bunu içsələr, daima tətbiq eləsələr daha əslində qida əlavələri də, mən biraz əvvəl də dediyim kimi, biz baxmalıyıq ki, bu bədəndə nə çatmır da, yəni puzzle kimi ki, hə, bu xanımda D aşağıdır, burada B12 aşağıdır, burada feritin aşağıdır. Misal üçün, feritini 4 və ya 8 olan xanıma mən deyim ki, sən həftədə 3 dəfə idmana get, pilatesə get. Halı yoxdur. Onun halı yoxdur. Və ya deyim ki, gəl sənə nə bilim filan qida əlavəsi verir, möcüzəvi bir nəticə olacaq. Olmayacaq. Onun birinci feritini qaldırmaq lazımdır. Ona istədiyiniz qədər omega 3 verin, nəticə olmayacaq. Amma soruşsaz ki, hansı qida əlavələrini biz il boyu içə bilərik? Bu vitamin D, maqnezium, omega 3-dür ki, bunları istifadə edə bilərik. Xüsusilə də ürək-damar xəstəlikləri ehtimalı daha çoxdursa, o zaman da omega 3-ün istifadəsi, əlbəttə ki, tövsiyə olunur. D vitamini məsələn biz çox görürük ki, əksikliyi var. Çünki düzgün günəşlənmirik. Buradan biz deyirik ki, çıxaq günəşə D vitamini sintez edir. Oradan dermatoloq çıxır deyir ki, günəş dəri xərçəngi ehtimalını artırır. Bilmirik. Siz bizi həkimlər bizi bir təbii arşın malalan yadıma çünki oxuma. Eyni elə biz. Ona görə də gündəlik ehtiyacımızı ödəmək məqsədi ilə istifadə edək. Yəni
profilaktik dozada D, maqni. Çünki D içirsən, okey. Bu nəyə bağlıdır? Oturmusunuz avtomobildə, amma benzin yoxdursa, yanacaq yoxdursa, o avtomobil işə düşməyəcək. Ona görə nə lazımdır? Maqni lazımdır. Bu tərəfdən deyirlər ki, maqni ilə mən balqabaq tumu yeyərəm, nə bilim, badam yeyərəm, maqneziumum artar da. Ay qardaş, ay xanım, bu maqnezium torpaqda olan elementdir və torpaqda bu maqnezium yoxdursa, niyyətiniz maqnezium almaq ola bilər, amma o qidada da o maqnezium yoxdur. Və müasir insan bu vitamin mineralları sürətlə itirir. Bizim bədənimizdən maqnezium oğurlayan faktorlar nədir? Stres, şirniyyat, siqaret ən çox maqneziumu azaldan, maqneziumu oğurlayan yəni faktorlardır ki, bunlar da yəni bunlar da baxsaq bir çoxumuzun həyatımızda var. Buna görə də maqni, omega D il boyu içə bilərik. Sink ildə 2 dəfə 2 ay istifadə edə bilərik. Digər vitamin mineralları da təbii ki, dəyərlərinə baxıb istifadə etmək olar, təyin etmək. Həkim təyinatına olsa təbii ki, daha məqsədə uyğundur. Amma profilaktik dozada qeyd etdiklərimi istifadə edə bilərik. Amma qadın sağlamlığına gəldikdə isə mən qida əlavələrindən də daha vacib olan məsələləri qeyd etmək istərdim ki, qadını gözəlləşdirən sevinməkdir. Və sizin qarşınızda dünyanın ən gözəl, ən faydalı yeməyi ola bilər. Avokadolu, kinoalı, salmonlu, nə bilim, zeytun yağlı, nə bilim, nə yağlı salat ola bilər. Amma siz o salatı yeyəndə yemək vacibdir, nə yediyiniz vacibdir, amma kiminlə yediyiniz ondan daha vacibdir. Çünki o salatı bir negativ insanla yeyirsinizsə, qarşınızdakı insanın gözünə baxanda özünüzü dəyərsiz hiss edirsinizsə, o qidanın sizə heç bir faydası olmayacaq, nə də sizi gənc saxlamayacaq. Normal yatmayan, stres içində yaşayan bir xanımın hansı sağlam hormonlarından danışacağıq? Bəli. Qucaqlamağa bir yaxını olmayan bir xanımın, oksitosini olmayan bir xanım hansı vitamini içsə bunları ala biləcək? Gəlin əsas etiraf edək bunları. Buna görə də bəli, ən yaxşı vitamin, ən yaxşı mineral sevgidir. Burada söhbət əks cinsə olan sevgidən getmir. Biz kainata, heyvanata. Və yaxud hər gün gəlirsən işə, hardakı sənin iş yoldaşlarınla münasibətin pisdir və yaxud hər gün bu gün müdiriyyətdən hansı nə bilim bir irad eşidəcəm, stres içində sevmədiyiniz bir işlə məşğul olursunuzsa, valideynlərinizlə münasibətiniz pisdirsə, ailə üzvlərinizlə, övladlarınızla, yəni bütün bunları işləmədən, bu münasibətləri düzəltmədən, yəni heç bir sağlam hormonlardan, heç bir gənclikdən söhbət gedə bilməz məncə. Gəlin bunu da etiraf edək ki, məsələnin psixoloji tərəfini göz ardı etmək lazım deyil və yemək çox yeyən insanlarda da biz baxanda görürük ki, çox vaxt onlar cavabsız qalan emosiyalarını yeyirlər. Hansısa yemək onlar üçün nədir? O yeməkdən aldığın həzzi başqa nədən ala bilərsən? Çünki mən məsələn pasientlərim gələndə sual verirəm ki, arıqlamaq istəyirsənmi? Bəli, olur. Məsələn 10 üzərindən 10. Mümkündürmü? Bəli, mümkündür. Və üçüncü sualın ki, arıqlayanda həyatında nə dəyişəcək? Yəni 10 xəstədən 8-i ağlayır. Çünki başa düşürsən ki, o zaten xoşbəxt deyil evində, işində və yaxud hardasa şəxsi münasibətində. Bir dənə həzz aldığı şey yeməkdir. Onu da mən alam onun əlindən. Mənası varmı bu sağlam qidanın? Yox. Buna görə də pasientlərlə söhbət eləmək, onların məsələn artıq çəkidən əziyyət çəkən bir insana mən və ya siz desək ki, bilirsən, mən səni başa düşürəm. Nə qədər səmimi olar? Qeyri-səmimi. Qeyri-səmimi olar. Amma mən ona desəm ki, mən bu işi bilirəm və mən sənin yanındayam. O artıq bu işi addımlamaq üçün mən ona bir motivasiya verərəm və ona bir inam yaranar. Birinci özünə, sonra da təbii ki, bu yolu gedəcəyi insana. Buna görə də artıq çəkilib iləmədən əziyyət çəkən insanların emosional vəziyyətini göz ardı etmək olmaz və burada multidisiplinar bir yanaşma lazımdır ki, burada həm endokrinoloq işləməlidir, həm dietoloq işləməlidir, psixoloq qoşulmalıdır bu məsələyə ehtiyac varsa. Çünki yenə deyirəm, bizim insanlarla münasibətimiz, necə ki münasibətimiz var, qida ilə də bir münasibətimiz var və bu münasibəti də bərpa etmək lazımdır ki, beynimizlə bədənimiz barışsın. Biz nə qədər sadə, bəsit və çox səslənsə də son günlərdə özümüzü sevək. O zaman hər şey daha yaxşı olacaq. Çox haqlısınız. Çox vacib nüansa toxundunuz. Çox sağ olun doktor. Mən təşəkkür edirəm. Çox sağ olun. Dəvətimizi qəbul elədiniz, zaman ayırdınız. Məncə nöqtə atışı mövzulardan danışdıq. Çox sağ olun. Neynə, gedək GLP-1 alaq. Gedək GLP-1. Mən almağı düşünürəm o 4 kilom üçün. Sizi bilmirəm doktor. Bəlkə sizi də 3 kilo siz, 4 kilo mən. Dostlar,
İzləyirsiniz. Doktor düz deyir. Arıqlama təkcə fiziki olan bir hadisə deyil. İşin içində psixologiya var, işin içində eşq var, sevgi var. Həm həyata qarşı sevgi, həm özünüzə qarşı sevgi. Özünüzə qarşı bir addım, sağlamlığınıza qarşı bir addım atın. Çünki gələcək qarşıdadır. Növbəti hər şey şünasda görüşənə qədər.